Salam uşaqlar, bugünkü videoda bərabərsizliyin birinci bölməsinin izahını verəcəm. İzaha keçməmişdən öncə bu kitablar haqqında məlumat vermək istirdim. Bu kitablar MİQ imtahanlarına hazırlaşan müəllimlər üçündür. Deməli, Babak müəllimlə birgə yazılmış kitablardır bunlar. Cəbr ayrı, həndəsə ayrı. Artıq bu yeni nəşrdir. Burada cəbr natural ədədlərdən başlayaraq bütün qaydalar burada ardıcıl şəkildə izah olunmuşdur və hər bölmənin sonunda həmin bölməyə uyğun maraqlı məsələlərin həlləri də daxil edilmişdir. Ehtimala qədər bütün qaydalar burada ardıcıl şəkildə izah olunmuşdur. Həndəsənin əsas anlayışlarından başlayaraq üçbucaqlar bu qaydada ardıcıl şəkildə bütün şəkillər qaydalardan bir yerdə burada qeyd olunmuşdur və hər bölmənin sonunda da həndəsədə də düsturların isbatları verilmişdir və türk ədəbiyyatlardan, digər xarici ədəbiyyatlardan MİQ imtahanına düşə biləcək məsələlərin həlləri bura daxil edilmişdir. Bu kitabları əldə etmək istəyən müəllimlər burada qeyd olunan nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər. WhatsApp-la ya da ki, belə birbaşa zəng vurub kitabı əldə edə bilərsiniz. MİQ imtahanına və ya da sertifikasiya imtahanına hazırlaşan hər bir müəllim üçün imtahana getməyən, belə öz üzərində çalışmaq istəyən və ya da hazırlıq keçən müəllimlər üçün bu kitab çox faydalı kitabdır. Bundan da əlavə başqa bir kitabımız da var. Sırf abituriyentlər üçün belə bir sarı üzlü kitabımız var. Bu kitab yalnız deyərdim ki, abituriyentlər üçün daha çox faydalı bir kitabdır. Yəni müəllimlər üçün də elə fərqi yoxdur. Sadəcə o kitab biraz ağırdır. Orada bəzi məsələ və misallar var ki, orada abituriyentlərə lazım deyil. Abituriyentlərin imtahanında düşmür. Ona görə həmin o hissələri biz oradan çıxartmışıq. Burada yalnız belə deyək, imtahan çərçivəsində nələr düşə biləcəksə, həm buraxılış imtahanında, həm də blok imtahanında nələr düşə biləcəksə, hamısını burada qeyd eləmişik. Cəbr və həndəsə burada bir yerdədir. Cəbr natural ədədlərdən yenə başlayır. Ehtimala kimi ardıcıl şəkildə gedir. Həndəsədəki həndəsənin əsas anlayışlarından o qaydada fəza həndəsəsi də daxil olmaqla burada bütün düsturlara aid olan qaydaların şəkilləri qeyd olunmuşdur və eyni zamanda bu düsturların isbatları da burada qeyd olunmuşdur. İsbatlardan da əlavə maraqlı məsələ və misalların, blok imtahanında düşə biləcək məsələ və misalların və digər türk kitablarından, xarici ədəbiyyatlardan maraqlı və məsələ misalları burada daxil eləmişik və eyni zamanda məsələlərin həlləri də burada qeyd olunmuşdur. Bu kitabı da əldə etmək istəyən müəllim və şagirdlər elə bu nömrə ilə əlaqə saxlayıb kitabı əldə edə bilərsiniz. İndi keçək bərabərsizliyin birinci bölməsi. Suallarınızı deyim. Neçən sualdan başlayır? Bir şey yaddan çıxdı. Dərslərimizə qoşulmaq istəyən şagirdlər isə bu nömrə ilə əlaqə saxlaya bilər. Əyani və yaxud da həmişə özüm yaddan saxlayıram. 050 963 58 21. Dərslərimizə qoşulmaq istəyən şagirdlər bu nömrə ilə əlaqə saxlaya bilər. Online dərslərimiz Zoom proqramı ilə həyata keçirilir. Əyani dərslər də Nərimanov arasında. Bugün mən sizə test sorğudan bərabərsizliyin birinci bölməsinin suallarını izah edəcəm. Çəkiş gedir də. Deyə görək. Birinci bölmədir. Bərabərsizliyin birinci bölməsi. 9-cu sualdan başlayırıq. Yaxşıdır. A böyükdür sıfırdan. A böyükdür sıfırdan. B böyükdür sıfırdan. B də böyükdür sıfırdan. C də böyükdür sıfırdan. C də böyükdür sıfırdan. Və A bölünsün mənfi 1. A bölünsün mənfi 1 bərabərdir. B bölünsün mənfi 3. O da bərabərdir. C bölünsün mənfi 2. O da bərabər mənfi 2. Onlarsa A, B, C ədədlərini müqayisə edir. Müqayisə edir. Buralar, bax, A sıfırdan böyük, B də sıfırdan böyük, C də nədir? Sıfırdan böyük. Buna bir K desək, o zaman A bərabərdir nə olacaqdır? Mənfi K. B bərabərdir nəyə? Mənfi 3K-ya. C də bərabərdir olacaq mənfi 2K-ya. İndi bunun müsbət olması üçün, bunların müsbət olması üçün K-ya mənfi qiymət verməliyəm də, elə deyil. Məsələn, K-ya mənfi 1 versək, o zaman A nə olacaqdır? Elə 1 olacaqdır, düzdürmü? B olacaqdır nə qədər? 3, düzdürmü? C də olacaqdır neçə? 2. İndi müqayisə edəndə nədir? A kiçikdir C-dən, o da kiçikdir nədən? B-dən.
Sonra. Sonra 11. Kulaq asına yazırsın. Kulaq as, qeybət son. 11. A plus B bərabərdir 3 A plus B bərabərdir 3. və Hə. mənfi 7 kiçikdir B-dən. Mənfi 7 kiçikdir B-dən. B də kiçikdir 7-dən olduqda Hə. A-nı qiymətləndir. Bir A-nı qiymətləndirir. A-nı deyir qiymətləndirir. Yəni A üçün interval tapmalıyıq. Uşaqlar, bax burada B-ni biz tapa bilirik. B-nə bərabərdir. 3 çıxılsın nə olacaqdır? A. Düzdürmü? Gətirib burada yerinə yazsam nə olacaq? Mənfi 7 kiçikdir. 3 çıxılsın A. Bu da kiçikdir nə olacaqdır? 7 olacaqdır. Biz A-nı qiymətləndirmək istəyirik. Yəni A üçün interval tapmaq istəyirik. Tərəf-tərəfdən birinci 3 çıxmalıyam ki, buradakı bu 3'ü yox edeyim. Düzdürmü? Tərəf-tərəfdən 3 çıxanda nə olacaq burada? Mənfi 7 çıxılsa nə olacaq? 3. Kiçikdir. 3 çıx A çıxılsın 3. Hə? Bu da kiçikdir. 7 çıxılsın nə olacaq? 3. Bu neçə oldu? Mənfi 10 kiçikdir. Bu 3'lər getdi. Mənfi A. Bu da kiçikdir neçədən? 4'dən. İndi tərəf-tərəfdən mənfi 1'ə vursaq, bərabərsizlikdə mənfi ədədə vuranda da, böləndə də işarə əksinə dəyişilməlidir. Və mənfi 1'ə vursaq burada nə olur? 10 olur. Burada nə olur? A olur. Burada nə olur? 4 olur. Aydın məsələdir ki, 10 nədir? 4'dən böyükdür də. Onda burada kiçik işarəsi qoya bilmərəm. Ona görə dedik ki, işarəsini dəyişmək lazımdır. Və yaxud da 4 kiçikdir A-dan, o da kiçikdir 10'dan belə yaza bilərsiniz. Sonra 13. 13. Hə, 2 kiçikdir X-dan. 2 kiçikdir X, O da kiçikdir 3 3. və Hı. 4 kiçikdir 2Y. 2 Y, O da kiçikdir 8 olarsa 8 alırsa. X plus Y cəmini qiymətləndirin. Yaxşı. Sonra bunu tərəf-tərəfdən, bizdən X plus Y soruşduğuna görə, ikinci bərabərsizliyi tərəf-tərəfdən 2'yə bölürəm. 2'yə böləndə burada nə olacaq? 2 olacaq, burada 2 gedəcək, 8'i də 2'yə böləndə neçə edəcək? 4. Tərəf-tərəfdən nə elədim? 2'yə böldüm. İndi mən bunları alt-alta yazıb hədbə toplaya bilirəm. 2 üstəgəl 2 neçə edir? 4 kiçikdir X kiçikdir Y, bu da kiçikdir 3 üstəgəl 4 neçə elədir? 7. Bizdən belə onu soruşur. X plus Y bilir tabii. Sonra 15. 15. AB kiçikdir 0. A vurulsun B kiçikdir 0'dan. A çıxılsın B kiçikdir 0 A çıxsın B kiçikdir 0'dan. və B-si bərabər 0 olarsa B vurulsun C bərabərdir 0 olarsa. A, B və C ədədlərini müqayisə edin. Uşaqlar, burada B vurulsun C bərabərdir 0 yazılır. Deməli, vururlardan biri ya vururlardan biri 0'dır ya da ki hər ikisi 0'dır. İndi onu araşdıracağıq. Amma burada yazılır ki A vurulsun B nədir? 0'dan kiçikdir. Əgər məsələn burada B 0 olsaydı, ha, o zaman burada da 0 olacaqdı. 0'ı nəyə vursan 0 olacaq da. Deməli B 0 deyil. Burada tapdıq ki nədir? C bərabərdir 0'a. C nədir? 0. Düzdürmü? Sonra A çıxılsın B nədir? 0'dan kiçik yazırlar. Düzdürmü? Deməli A nədir? B-dən kiçikdir. Və bunların hasilində yazırlar ki mənfidir. Bunların hasili mənfidir. Bunların hasili mənfidirsə, biri müsbətdir, biri mənfidir. Əgər hər ikisi müsbət olsaydı, hasili də müsbət olardı. Hər ikisi mənfi olsaydı, hasili də müsbət olardı. Düzdür? Amma hasili mənfi olduğuna görə, deməli biri müsbət, biri mənfidir. Bəs hansı müsbətdir, hansı mənfidir? A B-dən kiçik olduğuna görə. Deməli A mənfidir. A kiçikdir 0'dan. B-də nədir? 0'dan böyükdür. Bu əks halda mümkün deyil ki. Yəni A 0'dan böyük olsun, B 0'dan kiçik olsun. Çünki A B-dən kiçikdir A. A 0'dan kiçik, B 0'dan böyük, C də nə oldu? 0'a bərabər. İndi bunları müqayisə edəsək, o zaman olacaq A kiçikdir C-dən, o da kiçikdir nə olacaqdır? B-dən. Düzdürmü? Yazın. 17. 15'i yazdık. Oku. Ha, 17. A kiçikdir 2'də 1'dən. A kiçikdir 2'də 1'dən. B kiçikdir mənfi 3'də 1'dən. B kiçikdir mənfi 3'də 1'dən. C böyükdür 4'də 1'dən. C böyükdür 4'də 1'dən. Olarsa A Bəli. üstə gəlsin B çıxılsın C. A üstə gəl B, çıx C. Üçün hansı münasibət doğrudur? Yəni qiymətləndirir. Düzdürmü? Uşaqlar, bax, bu C böyükdür 4'də 1'dən, düzdür? Bunu tərəf-tərəfdən, C böyükdür 4'də 1 bərabərsin. Tərəf-tərəfdən mənfi 1'ə vursa, nə olacaq? Mənfi C, hə, kiçikdir olacaqdır. Kiçikdir olacaqdır, nə olacaqdır? Mənfi 4'də 1. Yaza bilərik də belə. Hə? C böyükdür 4'də 1 edir. Mənfi 1'ə vurdum. Mənfi C böyükdür işarəsi oldu. Kiçikdir işarəsi, bu da nədir? Mənfi 4'də 1 olacaq.
İndi bax bunları bu 3 dənə bərabərsizliyi tərəf-tərəfə toplasaq, nə olacaq? A plus B çıx C bərabər olacaq. Kiçikdir işarəsi, kiçikdir işarəsi. 2-də 1 çıx 3-də 1 çıx nə olacaqdır? 4-də 1-dən. O zaman A plus B çıx C kiçikdir olacaqdır. Daşın orta məxrəc 12, 12-ni 2-yə böləndə 6, 12-ni 3-ə böləndə 4, burada da 3. O zaman A plus B çıx C kiçikdir olacaqdır. 6 çıxsın 4, 2, 2-dən 3 çıxanda mənfi. Mənfi 12-də 1-dən. Bizdən də elə bunu soruşuyoruz. Sonra 19 oxu. 2 kiçikdir A'dan. 2 kiçikdir A'dan. O da kiçikdir 3'dən. O da kiçikdir 3-dən. 1 bölü 6. Sənin səsini ilk olaraq kadra düşdü, getdi. Tarixə düşdü. 2 kiçikdir ha. O da kiçikdir nədən? 1 bölünsün 6. 1 bölünsün 6, yəni 6'da 1. 6'da 1. Kiçikdir B'dən. Kiçikdir B'dən. O da kiçikdir 4'də 1. Əlbəttə burada yazalım. 6'da 1 kiçikdir B'dən. O da kiçikdir nədən? 4'də 1. 4'də 1'dən. Modulda A bölü B çıx 7. Modulda A bölü B Çıx 7. çıx 7. Plus modulda 5 çıx A bölü B. 5 çıxılsın A bölünsün B. Bunu deyir sadələşdirmə. Qalar, mən o modulu öz keyfimə işarəsini atıb toplayıb çıxa bilmərəm. Onun işarəsini təyin eləməliyəm. Sonra modulu atıb sadələşdirə bilərəm də. Amma burada nə var? A bölünsün B var. Burada A var. Burada nə var? B var. Mən indi bunun tərsini yazsam, mənə 1 bölünsün B lazımdır da. Bunun tərsi nə olacaq uşaqlar? 6'da 1'in tərsi nədir? 6. B'nin tərsi nə olacaq? 1 bölünsün B. 4'də 1'in tərsi nədir? 4. Aydın məsələdir ki, 6 böyükdür bu 1 bölünsün B-dən, o da böyükdür nə olacaq? 4'dən. Və yaxud da biz bunu belə yaza bilərik mi? Bunu belə yaza bilərik mi? 4 kiçikdir 1 bölünsün B-dən, o da kiçikdir nədən? 6'dan. Eyni şey deyil ki, bu bərabərsizliklə, bu bərabərsizlik eyni şey deyil ki. İndi baxıram birinci bərabərsizliyin hər iki tərəfi müsbət, ikinci bərabərsizliyin də hər iki tərəfi müsbət. Əgər uşaqlar bərabərsizliyin, 2 dənə bərabərsizliyin hər iki tərəfi müsbətdirsə, biz onları hədbəd vura bilərik. Əgər məsələn bir tərəf mənfi olsa, məsələn bunlarda bir mənfi 4 olsaydı, artıq mən onları vura bilməzdim. Doğru bərabərsizlik qalınmayacaq. Amma hər iki tərəf müsbət olduğuna görə bizə şərait yaranır ki, biz bunları nə edək? Hədbəd vuraq. 2'ni 4'e vuracaq. Kiçikdir. A vurulsun 1 bölünsün B, o da kiçik olacaqdır 3 vurulsun nədən? 6'dan. Bu neçələr 2'ni 4'e vurulur? 8 kiçikdir. A'nın 1 bölünsün B'ye vuranda nə olur? A bölünsün B, o da kiçikdir nə olur? 18'den. Deməli A bölünsün B 8'den böyükdür, 18'den kiçikdir. A bölünsün B 8'den böyükdürsə deməli bura nədir? Müsbət. A bölünsün B 8'den böyükdürsə bura nədir? Mənfi. İndi bura modul nə demişdik? Məsələn, modulda x-in tərifi necə idi uşaqlar? Modulda x-in tərifi. X yazırdıq nə zaman? X sıfırdan böyük olanda. 0 yazırdıq nə zaman? X bərabər 0 olduqda. Mənfi x yazırdıq nə zaman? X sıfırdan kiçik olduqda. Heyət mötərizəsində. Birləşmə mötərizəsində. Yəni ki, bu 3 dənə şərtin 3'ü də modul x-ə aiddir. Aydın oldu? X dəyişəndir. Yəni orada qiymətlər verməliyəm biz dəyişək. Müsbət qiymətlər, mənfi qiymətlər və 0 qiymətlər ola bilər. Əgər bizə deyirsə x sıfırdan böyükdür, modul atırsan x yazırsan. Əgər deyirsə 0'dır da cavabı 0 olacaq. Əgər deyirsə ki x sıfırdan kiçikdir, o zaman nədir? Mənfi x yazılır. İndi uşaqlar burada da müsbətdirsə, deməli olduğu kimi olacaq nə burada? A bölünsün B çıxılsın 7. Mənfi olanda nə edirik? Qarşısına bir dənə mənfi atırıq. Qarşısına bir dənə mənfi atmaq nə deməkdir? Yerlərini və işarəsini dəyişəcək. Bunun işarəsini dəyişsəm olacaq A bölünsün B çıxılsın nə olacaqdır burada da? 5. Bu da bərabərdir. A bölü B, A bölü B. Elədi 2 dənə A bölünsün B. Mənfi 7, mənfi 5. Burada neçə oldu? Mənfi 12. Belədir qaldı. Sonraki sual hansıdır? 20. Benim yerləşər? Yox, o yerləşməyəcək. Yazın. 20 nömrəli sual oxu. Kanun hansı ən böyük tam qiyməti? Bəli. Kanun hansı ən böyük tam qiyməti? K'nın ən böyük tam qiyməti. Tam qiyməti. Mənfi sonsuzluq. Mənfi sonsuzluqda. K kvadratı çıxılsın 8K. Hər toxuda K kvadratı Çıxılsın 8K plus Ha. 24. plus 20. Və müsbət 4-dən müsbət sonsuzluğa.
4-dən müsbət sonsuzluq. Belə. Bəli. Hə. Aralıqların kəsməsinə daxil olan tam ədədlərin sayı 4 olur. Bunların bir kəsişməsinə daxil olan tam ədədlərin sayı neçə dənədir? 4 dənə. Olur. Bunu ədəd oxu üzərində göstərirəm. Bax. 4-dən müsbət sonsuzluğa. 4 daxil deyil. Aydın oldu. 4 daxil deyil. 4-dən müsbət sonsuzluğa deyil. Bir də deyir ki, mənfi sonsuzluqdan hər hansı bir ədədə kimi, mənfi sonsuzluqdan hər hansı bir ədədə kimi onu indi təyin edəcək ki, o ədəd hansıdır. Deyir, bunların kəsişməsi 4 dənə tam ədəd verir bizə. 4 daxil deyil, bax, görürsünüz də boş saxlamaq, bir daxil deyil. Aradan birinin daxil deyil, bu müddət. Buradakı ədəd də daxil deyil, bu müddət ilə. O deməkdir ki, həmin koordinat daxil deyil. 4 daxil deyil, indi sayaq. 4 dənə tam ədəd deyil, de olsun. Deməli 5 olacaq sonra, 6, 7, 8, 8 də daxildir, olacaq. İndi mən bura 8 yazsam da doğru olmayacaq. Burada göstərdim ki, koordinat daxil deyil axı. Mən buradakı göstərdiyim budur da. Deməli 8 yaza bilmərəm də nə yazmalıyam? 9 yazmalıyam ki, 4 dənə tam ədədi götürsün. Hansı oldu? Bax, bunların kəsişməsinə baxın, bunların kəsişməsi. Bunların kəsişməsinə baxın. 4 dənə tam ədəd deyil ki, hansıdır? 5-dir, 6-dır, 7-dir, 8-dir. Deməli, bax, həmin bax bu ifadə nəyə bərabər olmalı imiş? 9-a bərabər olmalı. Yazıram, k kvadratı çox 8k, üstə gəlib 24, nəyə bərabərdir? 9-a. 9-u sonra keçirsək, k kvadratı çox 8k, üstə gəlib 15, bərabərdir 0 alır. Bir terminalindəki ki, hasili 15, cəmidəki 8. K1 bərabərdir 3-dür, K2 də bərabərdir nədir? 5. Bizdən də K-nın böyük qiyməti soruşurdu, böyük tam qiyməti soruşurdu, oldu 5. Sonra, neçə? 21. En böyükdür 3-dən, En böyükdür 3-dən, en böyükdür 5-dən, en böyükdür 5-dən. K kiçikdir 11 olarsa, K kiçikdir 11 olarsa, 3n plus 5n çıxılsın 3 2k, m üstə gəlib 5 m, çıxılsın 2k, 2k. ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini tapın. Deməli, bunun ən kiçik qiyməti m 3-dən böyükdür, m 5-dən böyükdür, k da 11-dən nədir? Kiçikdir. Bu ifadənin ən kiçik qiymətini tapmaq üçün mən nə etməliyəm ki bunlara? M-ya da ən kiçik ədəd verməliyəm, m-ya da ən kiçik ədəd verməliyəm, k-ya nə verməliyəm? Ən böyük. Ən böyük verməliyəm ki, burada çıxdı, üstə gəldi ilə, aydın oldu. K-ya məsəl üçün 11-dən kiçik 10 versən, elə bil 20 çıxacaqsan. Bir də bax ki, k-ya 1 versən, 2 çıxacaqsan. 20 çıxsan kiçik olacaq, yoxsa 2 çıxsan kiçik olacaq. 20. Deməli, k-ya maksimum tam qiymət verməliyəm. Bunlara isə minimum tam qiymətlər verməliyəm. O zaman, deməli, m-nə götürəcəm uşaqlar? 3-dən böyük yəni ki, 4. N olacaq neçə? 5-dən böyük 6. K-da neçə götürməliyəm? 10. O zaman bu neçə olacaqdır? Hesablasaq. Hesablayın da, neçə edir bu? Hesablayın görək. 3-ü 4-dən vuranda neçə edir? 12. Hesablayın. Neçə oldu? 10. 3-ü 4-dən vurduğum neçə edir? 12. Üstə gələnsin. 5 dəfə 6, 30, çıx, 20. Neçə elədi bu? 12 edir. 12 çıxır. 22. 22 çıxır. Hanı? 23. Oxun. Mən birinci bölmədə 23-cü sual qalı var. En büyük bərabərsizlik 3. Nədir? Deyirəm, en böyük bərabərsizlik 3 mən. En böyükdür, bərabərdir nə? 3. 3. Sonra mən və 2 plus m bərabər 2 ilə üstə gəl. M. M bərabər 15 olarsa 15 olarsa m-in mümkün olan ən böyük qiymətini emin. M-nun bərabər. ən böyük qiymətini soruşur. M-nun ən böyük qiymətini soruşur. Bələr, M nəyə bərabərdir buradan? M bərabərdir 15 çıxası nədir? 2 ilə. İndi bunun ən böyük qiymətini tapmaq üçün mən bu n-nin ən kiçik qiymətini götürməliyim də, düzdürmü? N nədir? Böyük bərabərdir 3-dən. O zaman n-nin ən kiçik qiyməti neçə olacaqdır? 3. Düzdürmü? Buradan da gətirib bu qiyməti burada yerinə yazsaq, o zaman m-nin ən böyük qiyməti olacaqdır neçə? 15 çıxılsın, 2 vurulsun, 3. Belədir, 15 çıxılsın neçə? 6, və neçə oldu?
9. M-nın ən böyük qiyməti olacaqdır 9. Bəli. Bəli, burada mən yazdım.